gic danışırsan? Bunun heç kim aidiyyatı yoxdur könül. Danışığıma fikir ver, Ləman dedim sənə. Məni dəli eləmə. Nə vaxtda görüşürsünüz? Bəsdir dedim könül. Mən heç kimə hesabat verən deyiləm. Verməlisən, eşidirsən? Mənim evimdə qalırsansa, mənə hesabat verməlisən. Öz başınasan sən. Nə vaxtda görüşürsünüz? Bilmirəm. Təzədir. Mənə dəqiq vaxtı de. Cəmi 2 dəfə görüşmüşük. Sən utanmırsan? Ağı sən elə boşanmamısan, Boşanacam da. Boşanacaqsan, boşanmayacaqsan, buna mənə dəxli yoxdur, ayaqma. Özünə yazığın gəlsin, sən özünü məhv eləyirsən, başa düşürsən bunu? Qarışma mənim həyatıma. Mən uşaq deyiləm, bilirəm nə edirəm. Məhv olacaq, mənim həyatım məhv olacaq. Qarışacam, Ləman, qarışacam. Çünki sənin yaxşılığımı istəyirəm, başa düş. Sən sifət və əxlaqsız. Sən bizə qulaq asırdın? Niyə qulaq asırdım? Öz evimdə qapı gidəcəm, səsiz götürüb bütün evi. Yenə bacın nə haqqa verir? Nə haqqa verir ki bacım? Yalan danışma, mən hamısını eşitdim və dalaşırdınız. Sən dedin ki, oğlanla görüşür. Siz necə adamsınız? Sənin bacın hələ boşanmayıb, görün, neçənci biabırçılıqdır. Siz nə danışırsınız? Oğlan nədir? Bu nə deməkdir? Yaxşı, ay qız, özü tülküləyə vurma. De, sən özün dedin ki, oğlanla görüşür. Buna bax da, mənim evimin içində oturub əxlaqsızlıq edir. Mənə belə adam lazım deyil. Rədd elə onu buradan. Ayıbdır, valla ayıbdır. Nədir? Cabirin əli ilə göndərə bilmədiniz bacımı, indi şərləyirsiniz onu. Şşş, sakit. Cabirin adını çəkmə. Niyə? Başa düşmədim, niyə? Hə, əlbəttə. Siz Cabirin elədiyini ört-bastır eləyir, mən də öz doğma bacımı qovum. Xeyr əzim, elə şey olmayacaq. Bax, sizə deyirəm. Bir də Ləmanın adını çəkəsiz ha. Gedib hər şeyi deyəcəm mən onun əlinə. Görərsiniz. Küs! Sakit! Səsin tonunu aşağı sal. Yaxşı, sən deyən olsun. Amma bax, bilən eşidəm ki, sən nəsə demisən Nərminə. Onda özündən küs. Allah adamın ağlını alınca canını alsın. Bu arvadın başı get-gedə lap xarab olur. Mama, qurban olum, yəni sən bir də demək ki, bax ona inandın da sən. Ay Tural, yaxşı da şişirtmə söhbəti. Mən sənə əvvəldən demişəm ki, uzaq ol o qızdan. Mama, mən sənə başa saldığımda qurban olum, başa saldım ki, qız ağlayırdı, mən də onu sakitləşdirmək istədim. Yəni bu, sən də istifadə elədin, nədir? Ağlayır, ağlasın da. Ağlayıb sakitləşəcək. Nəsə də, qulaq as mənə. Nə oldu, getdin, danışdın, nə dedilər? Heç nə, danışdım da Zöhrə ilə. Dedi, başqa yolu yoxdur, evləndirməliyik bunları. Huydu. Mama, bunlar ana-bala ikisi bunu planlayıblar, başa düşürsən? Özləri də bilə-bilə deyiblər Davuda, 100% deyirəm sənə. Ay Tural, bir deyən imkan ver, sözümü axıra çatdırım da, imkan vermirsən axı. Yaxşı, de. Danışdıq, dedim, 3-4 ay bir yerdə yaşasınlar, bəlkə sevəcəklər bir-birini. Mama, başın xarab olub sənin. Hə? Sevəcəklər nədir? Mama, qurban olum, sevəcəklər nədir? Mən səni nəyə göndərmişdim ora? Ay babam, otur aşağı görüm. Otur, əsəbləşdirmə məni. Tura, bir sakit ol, bir imkan ver, gör nə deyirəm də, sözümün bir nöqtəsini qoyum. Yaxşı, de mama, de, qurban. Dedim, evlənərlər, baxarıq vəziyyətə. Gördük, alınmır. Boşanarlar, gəlib qızımı götürüb apararsan. Belə dedin, hə? Onlar nə dedilər bəs? Zöhrə də dedi ki, sən deyəndir. Ağıllı fikirdir. Görək nə edirik. Özü də bilir axı, sən Səmayəni sevmirsən. Məcbur deyil ki. Amma doğrudan deyirsən, hə? Hə də, Tural. Mən həmişə sizi fikirləşirəm, bala. Səni, Gülşəni. Qulaq asa bir dəqiqə deyən. Bunu deyəndə Səmaya bildi yəni bu söhbəti yoxsa? Yox, xəbəri yoxdur o neçədən. Bəs Səbinə? Səbinə ilə danışacağım da Tural. İndi demişəm ki, hələ bəlli deyil də, dəqiq deyil o gələcək, evlənəcəksiniz, dəqiq deyil. Bu görüm nə olur, sakitləşsin biraz, sonra başa salacağım. Bu vəziyyətdə qızı ora göndərə bilmərəm. Bu yaxşı oldu mama.
Heç olmasa bir təhər ümid var. Yaxşı, mən işə getməliyim. Hə, get sağ-salamat. Gedim, nəsə lazım olsa zəng elə, yaxşı? Yaxşı, yaxşı, get. Əynimi qalın giyin. Hə, qardaşım. Hə, yaxşı, yaxşı. Ya, indi işdəyəm. Vaxtım olsa, gəlib özüm baxaram. Oldu, oldu. Bilirəm, bilirəm. Əvvəl, salam ver. Başa düşdüm. Xəbərləşərik də, xəbərləşərik. Hə, alim. Gözəl insan. Necəsiz? Nə var, nə yox? Deyirəm, yəni. Sağ ol. Sənin burada nə işin var? Niyə işimin başında olmursan sən? İşimin başındayam da, Allah sənə gördümsün. Başında. Allah köməyin olsun. Gözəl insansınız siz. Şeydir, Xəlil müəllim, bir dənə söz deyəcəkdim sizə. Nə deyəcəksən, tez də işim var. Hə, şeydir, bu Andarbar yeri var, Nə? Ambar da, ambardar, hə. Var. Səmaya getdi axı. Onun xərci xəcaləti nə qədərdir? Yəni, təşkil eləyərdiniz. Nə cic danışırsan? Hə? Niyə? Yəni ki, Yox, nə demək istəyirsən? Sən deyirsən, yəni mən burada pulla yer satıram kiməsə? Yox, əstəğfurullah. Xəlil, Elə bildin, başa düşmürəm mən. yox, Hə? Davudla əlbir olub. Məni işə salmaq istəyirsiniz siz? Ha, kişi, bura bir dəqiqə. Yox, nə danışırsınız? Siz mən düzgün başa düşmədiniz. Mən o mənada demirəm. Alim, axırıncı dəfə olsun ki, gəlib mənə belə cic-cic sözlər deyirsən. Eşitdin məni? Birdən bilməzsən orada burada ağzıma gələni danışarsan ha. Səni iti qovan kimi buradan qovaram. İti qovub. Siz məni düz başa düşmədiniz, Xəlil. Mən onu demək istəyirəm. Andarbar. Xəstə ol, xəstə. Sələmişəm. Yaxşı da ana, ay Natiq. Qoca arvaddır da, özü də ağlı arada gedib gəlir. Yuxuda nə görür, durur, elə bilir ki, həyatda olub. İndi neyinirsən ki, bütün günü yatır? Dərmanlardandır da, dərman içir, yatır bütün günü. Hə, oyansın, deyərəm, danışarsan nə? Ana da ki, lap pis olub axır vaxtlar. Yaxşı Natiq, özündən müğayət ol, mən buradayam, narahat olma. Bir şey olsa xəbər verəcəm. Yeməyin altı yandı, mən gedim mətbəxə. Yaxşı, sağ ol. Hə, Reyhan. Alo, Gülzar, salam. Necəsən? Sağ ol, yaxşıyam. Sən nə edirsən? Xeyirdir? Nə olub? Xeyirdir. Xumarın anası ilə danışdım. Razıdılar. Gözün aydın. Mənlə danışanda bir təhər danışdı, ay Reyhan. Mən də elə bildim ki, razı olmayacaq. Niyə razı olmasın ki? Qızı səndən yaxşısına verəcək. Nə bilim, Reyhan. Deyirəm, baxma da, Tərlanı bilirsən. Ay bacı, narahat olma. Onların da vəziyyətini bilirsən də. İndi elə xatirə ilə danışdım. Deyir, atalığı qayıdıb gəlməmiş, gəlsin aparsın. İndi? Niyə vaxt ötürürsən ki? Ha bugün, ha sabah. Gedin gətirin. Allah mübarək eləsin. Düz deyirsən. Yaxşı Reyhan. Sən də əziyyət verdim. Çox sağ ol. Beğenirsən? Heçdən. Axşam gəzməyə gedəcəyiniz. Nə oldu, getmədiniz? Hə, nə bilim, başım ağrıyırdı, ona görə dedim, başqa vaxt gedərik. Deyirəm, dediyi yeridirsən ha. Başa düşmədim.
Ailəni deyirəm də. Daş qayaya rast gəlir. Uşağa deyirəm. Axşam getmədin onunla. Əslində düz eləmişsən. Siz təzə evlənmişsiniz. Nə var uşağı da qoşur yanımıza. İmkan vermirlər ki, harası gedəsən. Mənə heç kimin imkan verməyinə ehtiyac yoxdur. Mən əgər getmək istəsəydim, gedərdim. Ürəyim. Ay canım. Sən hələ bu evdə təzəsən bir dənə. Bu evin də qanunlarını bilmirsən. Bunlara belə şeylər keçmir. Həyatım yəqin sən keçirdə bilməmsən. Amma mən sən deyiləm. Ürəyim, sən eşmən ola da bilməzsən. Mən bu evin neçə ilin gəlməyəm. Hələ görək ki, sən nə qədər burada qalacaqsan. Görəcəyik. Sonra da deyirsiniz ki, könül pisdir. Dünən Cabir elə belə üstümə düşməmişdi. Təzə gəlinimiz göndərmişdi onu mənim üstümə. Nə olub ay qız? Bir nəfəs al da. Səs tonunu da biraz aşağı. Danışmıram. Kim eşidir, eşitsin. Cəhənnəmə eşitsin. Bildiniz? Mənlə iş olmasın. Vəssalam. Buna baxmış. 2 günə, 2 gün dözə bilmədi. Öz sifətini görsətdi gəlinimiz. Mənə bax Könül. Mənim gəlinimlə işin olmasın. Ha, mənim işim var onunla. Yox bir, mənim. Az bəsdir də, neyini bu qız sənə? 2 gündə özün deyirsən ki, evə gəlib yapışmısan bu qızın yaxasından. Hə, yaxşı da, sən ala bəsdir. Gözün bilmirsən neyniyib? Necə dünən sənə yaxşı sözünü yeritdi, dediyini elətdirdi. Sən səsini də çıxarda bilmədin, Sənə nə var, hə? Sənə nə var? Şimdi mənim heç bir işimə qalmayıb. Amma mənlə işi olmasın, bildin? Uzaq dursun məndən. Mən onun üçün Aygün zad deyiləm, amma başını elə oynaçaram. Ruhu da incilməz. Ay qız, neyniyib sənə, hə? Neyniyib de, mən də bilim də. Yazı qız, elə gələndən girib oturub otağında, heç kimdən işi yoxdur. Nə danışırsan? O sənə elə gəlir, söz atır mənə. Bax, mən sənə burada deyirəm. Gedib ona deyirsən ki, axırıncı dəfə olsun ki, mənə nəsə desin. Yoxsa ailəmi dağıdaram. Baxmaram ki, Cabir'in yoldaşıdır, nəyidir? Bildin? Hayxa, neyniyərsən ki? Mən sənə sözümü dedim. Neyniyərsən? Yağışdan çıxdım, yağmura düşdüm deyəsən. Avo. İlişdirmək istəyirsən məni? Nə? Hə, üstümə adam göndərirsən, pul təşrif elətdirirsən. Bu da o dostluğun nişan məsələsinə oxşamasın, ha? 4000 pulun dalına keçdin, iş qaldı mənim üstümə. Sən başın bədənmə deyəsən ağırlıq edir. Nə danışsanız o yerə, ha? Mən sən üstü adam göndərməmişəm. Hə, o bir dəfə olur, ha? İkinci dəfə mümkün deyil, ha, Davud? Nə giz-giz danışırsan, ha? Başın xarabdır sənin, ha? Sən çaşırsan, ha, axır vaxtlar, ha? Çaşanı bilirsən də neynirlər? Neynirlər? Mən sənə göstərərəm, neynirlər, ha? Sən başın xarabdır. Davud! Həyat! Bu nə hərəkətdir? Siz neyinirsiniz? Uşaqsınız? Bax, mən müzürlü sayım. Mən niyə zəng vurmalısınız, gəlib götürərdim sizi. Elə yaxşı ki, zəng eləməmişəm. Deməli, mən olmayanda siz burada belə oyunlar çıxardısınız. Bu nə öz başınalıqdır? Burası sizin üçün ring deyil. Şadlıq evidir. Gəlin otağa. Ay Allah, məni peşman eləmə. Görəsən düz eləyirəm, səhv eləyirəm.
Gəldim. Salam güzel xala. Salam qızım. Keçək içəri. Yox, anamla danışdım. Dedi biz hazırıq. Anan gəlməmiş sənə bir-iki kəlmə sözüm var. Bax Xumar. Mən Tərlan haqqında uzun-uzun heç bir şey danışmayacağam sənə. Hər şey üçün çox gözəl bilirsən. Yəqin ki, anan danışıb. Mənim balalarım mənim üçün həyatda ən önəmli insanlardılar. Mən onlara görə canımı verirəm. Tərlan dünyaya gələndə mənim həyatım tamam dəyişdi. Yəni, özün bilirsən. Xumar, mən səni Tərlana həyat yoldaşı aparmıram. Sən ona ana olasan, bacı olasan deyə aparırım. Yanında dost olasan deyə aparırım. Amma bilirəm, səni çox ağır yüklə yükləyirəm. Çox məsuliyyətli bir işin altına girirsən. Amma yenə də deyirəm, bu fədakarlığı eləyəcəksənsə, gedək məndən. Yox, yarımçıq qoyacaqsansa, yarı yoldan qaydacaqsansa, mən səni elə burada qoyum, qaydım çıxım gedim. Hə? Razısan? Salam aleyküm. Nə yaxşı gəldiniz? Salam xatirəm. Hazırsızsa gedək. Gedək? Hə. Nə deyirəm? Gedək deyirsən, gedək də. Gedək, gec olmasın. Gəl. Get kızım, get. Mən özüm aparım, sən get. Deməli, mən bir gün evdə rahat oturub istirahat edə bilməyəcəyəm. Bu nə dava dalaşdı? Bax, mən xırda məsələdir. Sözümüz düz gəlmədi. Xırda məsələyə görə belə qırırdınız bir-birinizi? Nədir o xırda məsələ? Deyin, mən də bilim də. Bir dəfə olar, iki dəfə olar. Sizin bu hərəkətləriniz artıq düşmənçilikdir. Bəlkə şərikli malınız var. Nəyi bölə bilmirsiniz? Fərq əmi, əslində mənlik bir şey... Hə, nə oldu? Danış da. Niyə dayandı o? Vaqif əmim, günah mənimdir. Mən Davuda hörmətsizlik elədim. Mən elə belə də bilirdim. Xəyal, sən axır zamanlar lap həddi aşmışsan. Üzümü yanıb tutan kimi xəyal bir zibil çıxardır. Gah dava salır, gah borca düşür, gah oğurluq eləyir. Cəmaatın kürəkənlərinə baxıram, həsəd aparıram. İş qururlar, ev eşki sahibi olurlar. Mənimki də... Bəsdir də, bəsdir! Bezdirdicə məni! Öldürəcəm hə səni! Nə probleminiz varsa, deyin bir yerdə həll eləyək. Siz axı bir yerdə işləyirsiniz. Belə olmaz. Bax, mənim iş yeridir. İndi biraz anlaşılmazlıq oldu. Mənim xəyalla bir problemim yoxdur. Və sən? Mənim də Davudla problemim yoxdur. Lap yaxşı. Mən əminəm ki, bir də belə hərəkətlər olmayacaq. Bax, deyirəm sizə, əgər bir də belə şey görsəm, onda çox ciddi tədbirlər görməli olacağım. Eşitdiniz məni? Axırıncı dəfə olsun. Gülşən. Nə var, nə istəyirsən, hə? Arzula çatdın da, Davuda hər şey dedi, başqa nə istəyirsən? Bir dənə məni də başa düşdü. Mən bu evdə başqa kimdən şübhələnə bilərdim. Elə bildim sən demisən də hər şeyi Davuda. Ha, mən satqın deyiləm, mən satqın sənsən, bir də Arzudur. Gülşən, üzr istədim də səndən bir insan kimi. Sən üzrü mənə lazım deyil. Söz soruşacağım da səndən. Soruşma. Yaxşı da Gülşən.
Zəng eləyirəm, Turala nə zəng çatır, nə düşə bilirəm. WhatsApp-da ümumiyyətlə yoxdur. Onu soruşacaqdım ki, nömrəsini dəyişib ya yox. Ha, mən Turala yazdığım gəlir. Qeyb onu da bədbəxt eləyəcəksin orada. Bədbəxt olan mənəm, Sən qardaşının nə sevicinə deyil, hə? Səmaya, istəyirsən zəng elə, istəyirsən yalvar, nə istəyirsən elə. Tural səni sevmir, sevməyəcək də. Başa düşdün? Mən amma bir şey başa düşmürəm. Sən səni sevməyən adamın yanında necə yaşayacaqsan, hə? Başa düşmürsən? Sən necə yaşayırsan, mən necə yaşayacağam? Nə olub? Hə? Nə çıxırırsınız bir-birinizi? İki dağısı tək qoymaq olmur bu evdə. Mən bilirəm. Siz hamınız gözləyirsiniz ki, David nə vaxt mənə boşayacaq. Amma arzunuza çatmayacaqsınız. Nə deyir bu? Nə olub? Başı xarab olub da. Bir kəlmə söz soruşdum ki, mən düşə bilmirəm, nə Turala heç cür. Nə zəng çatır ona, nə mesaj çatır. Yəni yoxdur da, elə bir ki, buxarlanıb yox olub gedib bu insan. Nərsən gəlirsən Turala? Nüş axtarsan onu? Ay mama, heç axtarmır bu insan mən. Elə bil ki, heç nə olmuyor. Belə şey olar. Atnuş, tələsirsən sən. Hara tələsirsən? Az qoy olar sən axtarsınlar da sən nürsən gəlirsən olar. Az yüngül. Bəsdir də. Otur gözlə. Yaxşı. Fuldam özdə. Xoş gəlmisiniz. Bu da bizim evimiz. Xoş girvə gələk. Yəqin ki, Reyhan deyib sizə. Bilmirəm, xəbərimiz var ya, yoxdur. Biz evdə çox adamıq. Bilirik, Gözəl, bilirik. Ona görə deyirəm ki, yəni Xumar, sabah kimsə sənə nəsə desə, sən fikir vermə. Nə sözün olsa gəl mənə de. Mən elə bil ki, sənin ananam. Yaxşı qızım. Evdəkilər Xumarın gəlməyinə narazıdır ki, Gözəl. Yox, narazı deyəndə ki, düzü bu vəziyyət tez baş verdi. Yəni dediniz ki, gəlin biz hazırıq. Mən evdəkilərə heç nə deyə bilmədim. Mən hər şeyi yoluna qoyacağam. Fikir verməyin belə şeylərə. Əsas qızımız mənim sözümdən çıxmasın. Yox, mənim qızım çıxmaz. Tapşırmısan da yəqin ki. Rahat olma. Keç içəri. Bir də xoş gəlmisiniz. Buyur. Sağ ol qızım. Gəl David, gəl keç içəri. Soğuqdur bayış. Mən indi gedim gətirirəm. Keç otur da. Yaxşıdır, burada dayanmışam, gözləyirəm. Yaxşı, özün bilərsən. Davud? Sən nə işin burada, Aygöz? Mən evlənmişəm, burada yaşayıram. Sən burada nə işin var? Evlənmişəm mən, kimlə? Cabirlə. Hə. Sənin burada nə işin var? Nə baxırsan üzümə? Az da sənin işində işinlə məşğulam. Bilmir də yəqin Cabir, hə? Tanımıraq səni. Mənə bax, mən də əvvəlki adam deyiləm. Sən də boş-boş danışma. Boş-boş sən danışsan, hə? Düz demirəm, hə? Normal adam səni alar. Cabirin bundan xəbəri olsaydı, Cabir... Xəbəri olsa nə? Xəbəri olsa nə? Nə gic-gic danışırsan burada? Normallıqdan sən danışırsan mənə, hə? Dəlixanada mən yatmışam, yoxsa sən? Nasıl? Sənin dilini kəsərəm, ha? Mən sənə dediyimdə sən mənim haqqımda kiməsə... Sən də ağzımı söksə, səni öldürürəm. Nəsə olub? Davud, çay, kofe, nəsə istəyirsən? Hə, yox, çox sağ ol, mən istəyirəm. Yaxşı. Budur. Hə, budur. Narahat olmayın, mən özüm gedəcəm. Çox sağ olun. Siz sağ olun. Sağ salamat. Sağ olun. Gəlin, gəlin. Xoş gəlmisiniz. Keçin. Keçin, utanmayın. Gəldim, ay Totuş, sən niyə gəlibsən?
Durna, biraz sakit, gəl bura. İləridim totuş gəlibdi. Durna mənim qardaşımın yoldaşıdır. Xatirə xanımdır, bu da Xumar xanım. Xoş gəlibsiz. Xumar kimi sən babamıncan. İstədiyim qızdır da. Sən mənim quraş kimi turaşımı qov. Gəl bunu tapsan indi sən gətirsən, ha? Durna, giz-giz danışma. Sən elə bil harasa gedirdin axı Durna. Totuş məni restorana aparırdın, yemək içməyə. Hə, lap yaxşı, get. Biraz da gec gəlin. Get sən. Duraş bilmək, 100 dənə şəkil göndərib, nə araşam, nə deyəcəm? Əşi, ona da bir şey eləyərik də, get. Sağ olun. Siz ona fikir verməyin. Zarafatçılıdır biraz. Keçin, əyləşin, mən də gəlirəm. Siz əyləşin. Rahat olun. Ana, mən narahatam nəsə. Ay qız, nədən narahatsan? Maşallah, ev eşiyə bax, gör necədir. Səsi batır, səs eləmə, otur burada. Nəsə olub? Elə bil ürəyində nəsə sözün var deyə bilmirsən. Nə sözüm olacaq ki həyatım? Amma elə bir Davudla mübahisə eləyirdiniz. Mən Davudla niyə mübahisə eləyim Kürək? Nə demək istəyirsən? Canım, mən nə deyə bilərəm ki? Amma qıraqdan elə görsənirdi ki, elə bir aramızda nəsə var. Davudla mənim aramda nə ola bilər ki? Hə? Nə bilim valla. Çox səmimi görsənirdiniz. Ay kofe, ay çay, ay nə bilim nə. Hardandır belə bir səmimiyyət, bilmirəm. Vagif əminin belə şeylərdən xoşu gəlmiş. Sən indi təzəsən də, bilmirsən. Sən köhnə, gəl insan axı. Həm də məni fikirləşirsən. Amma sən narahat olma. Mən Davudu tanıyıram. Davud bizim Gülşənin əridir. Baxma, elə sən də köhnələrdən olarsan. Yaxşı, sən Davudu hardan tanıyırsan ki? Dedim axı, Davud bizim Gülşənin əridir. Gülşən də, yəqin səndə məlumatlar yarımçıqdır. Gülşən də Gülzar xalanın qızıdır. Mən 2 il orada qalmışam axı. Ona görə Davudu tanımağım da, ona konfet, çay təklif eləməyim də çox normal haldır. Ola bilər məlumatım olmasın. Hə. İndi sən mənə də görüm o dediyin Gülzar. Hə. Kimdir elə? Onu da inşallah Tahirə xaladan soruşarsan. Başqa nəsə sözün qaldı? Əslində sözlərim çoxdur be. Amma ki, səni yəni narahat eləmək istəmirəm. Hiss eləməyinə sevindim. Səni sevindirməyə mən də sevindim. Çox gözəl, oldu. Görüşərik. Öyle deyil. Siz soxmasına bax. Elə bir uşaq başarılıdır. Ya. Bunların 100% arasında nəsə var. 100%. Ana, neyinirsən? Dərmanları içmirsən? İçmişim. Nə deyə hər dəqiqədə bir bədən soruşursun? Deyirəm, telefonumu tapdım. Yox, tapmamışam, taparam da. Qulaq asın, telefonu qoy qırağa. Səndən bir xahişim var. Nə xahiş? Bax ana, 30 ildir mən sənin gəliniməm. 30 ildir biz bir evdə yaşayırıq.
Düzdür, arada incikliyimiz olur. Biraz söz söhbətimiz olur, amma yenə də biz bir ailəyik də. Həmişə mən sənə məsləhət eləmişəm. Həmişə sözümü sənə demişəm, dərdləşmişik. Düzdür, bir-birimizi başa düşməsək də, amma yenə də böyüyüm bilmişəm səni. Mən istəyirəm ki, sən xeyir-dua verəsən. Gəlib gətirdin o qızı, yeri gitsin onda. Yenə öz bildiyi ilə döndəsin. Düzələsi deyilsin onsuz da. Ay ana, niyə başa düşmürsən məni? Niyə başa düşmürəm az? Tərlan nə bilir qız nədir? Birini tapıb gətirmişdin də, nə oldu? Ay ana, o başqa, bu başqa. Xumar çox yaxşı qızdır. Ay baba, valla sonra peşman olacaqsın. Birini gətirmişdin də. Yaxşı qıza qoy getsin başqasına da. Ay ana, indi hər bir taleyi var da, bu qızınki də gətirməyib də, problemləri var. Qisməti buraymış da, neyniyək ay ana? Da gətirmişəm. Xeyir-dua verirsən ya vermirsən? Vermirəm. Sən böyük sözünü eşidirsən ki, elə öz bildiyi verilirsən. Get, get nə edirsən özün. Keç xala qurban, keç. Keç otur. Nə əcəb tək gəldin? Lalənin kursu qutarmayıb elə? Xala, Lalənin kursu çox çəkəcəkdi, gözləmək istəmədim. Bir də sənlə danışmaq istəyirdim. İstəmədim Lalə burada olsun. Xeyr olsun. Nəsə, nigaran qaldım. Nə olub? Evdə kimsə var? Hamısı yuxarıdadılar. Sən danış görüm, danış. Xala, Vaqif əmi haqqında danışacağam. Elə Cabir haqqında da. Vaqif? Nə olub Vaqifə? Nə sözünü yenə pis hiss eləyir? İşdədir? İşdədir. Narahat olmayın xala. Səhhəti ilə bağlı danışmayacağam. Özümlə bağlı danışacağam. Hə? Son vaxtlar Vaqif əmi də elə Cabir də mənə qarşı çox dəyişiblər. Necə yəni dəyişiblər? Dəyişiblər də xala. Adi bir məsələnin üstündə ağızlarına gələni deyirlər mənə, danlayırlar məni. Elə bugün bu sürücünün yanında Vaqif əmi ağzına gələni mənə dedi. Hansı sürücünü? Davudun? Hə, Davudun. O yerə çatdırdı ki, işdən çıxmaq istəyirdi. Elə şey eləmə. Vaqifin elə şeylərdən xoşu gəlmiş. Ona baxdı. Mən də elə bilirdim ki, aramız düzəlib. Düzəlirdi də. İmkan verdi ki, o sürücü. Xala, nəsə eləmək olar ki, Vaqif əmi bu Davudu işdən çıxarsan. Nə bilim, valla. Sən deyə bilməzsən Vaqif əmiyə. De ki, bu bizim evə gəlir, gedir, biraz hörmətsizlik eləyir. Yalan danış. Xəyal, mən yalan danışa bilmirəm axı. Sonra birdən üstü açılar. Vaqif valla öldürər məni. Xala, onda bəs mən nə eləyim? Hə? Alınmır da bununla bir yerdə işləmək. İşdən çıxım. Valla səndən Laləyə görə dözüb qalmışam orada. Ay köpək oğlu. O cür zibilə salmışdı səni. İndi nə istəyir sənin canından? Nə bilim. Baxıllıq eləyirsən oğlum. Baxıllıq eləyir valla. Yaxşı mənim balam. Fikir eləmə. Qoy Vaqif əmin gəlsin evə, danışaram ondan. Deyərəm ki, çıxart bunu işdən, yerinə bir dənə qohum götür. Hə də. Yad adama etibar eləmək olmaz. Hə də, valla, həm də bu Davud düzənməli adam deyil, xala. Valla. Yəni, belə bir adam istəmirəm də, yəni, Lalənin ətrafında belə bir adam olsun. Düz deyirsən bala, sən narahat olma. Mən danışaram Vaqiflə. Görəydi bu məsələni neyinirik. Əsas odur ki, sən Vaqiflə dil tapmalı. Yaxşı.
Çalışıram da xala, vallahi onu çalışıram. Kitab oxuyursan, Tərlan? Hə, ana, mənə su gətir. Su gətirərəm. İndi sən mənə qulaq as. Bizim çox qəşəng bir qonağımız var. Pərvanə gəldi. Yox, Pərvanə deyil. Amma çox qəşəng bir qızdır. Adı Xumardır. Xumar? Hə. İstəyirsən gedək sənlə tanış edeyim onu. Bax, Tərlan, mənim balam, Xumar bizdə qalacaq. O sənlə gəzməyə gedəcək, sənə kitab oxuyacaq, bütün günü sənin yanında olacaq, sənin dostun olacaq. İstəyirsən gedək tanış edeyim, hə? Gedək? Ver mənə kitab. Qoy bura, sonra gəlib oxuyarsan. Gəl gedək. Gəl. Nə olub sənə? Özü ələ aldı. Allah eləsin, onunla mənə bir otaq verməsinlər. Mən onunla bir otaqda qalmaq istəmirəm. Yəqin elə olar da. Qoy bir Gülzar gəlsin. Gəlir. Dur ayağa. Bu da Tərlan. Tərlan qonaqlarımızı salamla. Maşallah, Allah qorusun. Çox sağ olun. Görsən, nə qəşəng qızdır. Bax, Xumar bu qızdır. Get bilsən, istəmirəm səni.